Azərbaycan futbolunun gələcəyinə baxmaq istəyirsiniz, eləsə bu simanı yaşayada saxlayın. Çünki o artıq böyük addımını atdı. Hələ 9 yaşı var, amma meydandakı zəkası yaşından qat-qat böyükdür. Söhbət Ulduz futbol komandasının parlayan incisi 158 nömrəli məktəbin şagirdi Həsən Zamiroğlu'dan gedir. Onun bu günə qədər gəldiyi yolda məşqçisi Elvin Quliyevin əməyi danılmazdır. Elvin müəllimi rəhbərliyi altında meydanda fırtınalar qoparan Həsən artıq daha böyük bir arenaya dəvət aldı. Həsən rəsmi olaraq ölkəmizin ən güclü klublarından biri olan Sabahla müqavilə imzaladı. Artıq o paytaxt təmsilçisinin heyətində öz sözünü deyəcək. Ulduz futbol komandasından Sabahın zirvəsinə gedən bu yol hələ başlanğıçdır. Həsənin bu uğuru həm məktəbi, həm də onu sevənlər üçün böyük bir qürurdur. Qrupdakı hər kəsdən Həsən üçün bir maşallah sözlərini görmək istəyirik. Can vermədi. Zamiroğlu səhnədədir. Kapitan gəminin sürətini artırmır.